Xoş gördük hər kəsi. Artıq bir aydan çoxdur belə deyək, YouTube-da fəaliyyətsiz idik. Yəni dərs yazar video görmürdük. Gördük ki, xalqımız artıq özləyib, darıxıb yazırlar ki, belə. Hə, deməli bu ay ərzində artıq biz videoları həm MİQ üçün, həm abituriyent üçün artıq bilirik ki, imtahan iyul ayında zəhmətimizin bəhrəsini dərmə vaxtıdır. Onunla bağlı videolar hazırlayacaq. Deməli bu videoların məqsədi nədir? Bax, buradakı xalqımız bilmədiyini, bu 9 ay, 10 ay ərzində kitabdan oxumadığı, vərəqlənmədiyi fikirləri bizə deyəcək, biz də izahları verəcək, siz də bizi izin axıra kimi ki, bəs bunlar canlı dərslərdir və bu şeylər sizə lazımdır. İndi bizdə müdavim tayfasında var, 7-8 ay heç nə oxumur, gəlir axırıncı 2 ayda o iman yığmaq üçün başlara belə. Hə, başlayaq. İncidin məni, verin suallarınızı, amma növbə ilə. Kimin sualı var, əlini qaldırsın. Hə, buradakılar wunderkindlər. Video başa çatdı. Çox sağ olun, təşəkkür edirəm. Hə, deyin görüm suallarınızı. Əlavəli cümlə üzvünün asıl tərəfinə aid. Cümlə üzvünün asıl tərəfi deyə bir şey yoxdur. Söz birləşməz asıl tərəfin deyilən bir şey var. O günün altında çox gəzməkdəndir. Hə, birincisi əlavə dediyin anlayışı. Sən cümləni təhlil eləməlisən. Yenə bizim xalqımız cümləni təhlil eləmir. Fikirləşir ki, budur. Amma cümləni təhlil eləsəz, öz avtomatik görərsiniz ki, bu nədir? Məsələn, cümlə özünün əlavəsi nədir? Cümlə özünün əlavəsi deyirsən ki, Xədicə, düzdürmü? Xədicə, Saxur qızı evə getdi. Düzdürmü? Evə getdi. Nə etdi? Getdi. Kim? Xədicə. Mənim mübtədam, düzdürmü? Bu da bunun əlavəsi. Demişik ki, əlavənin varlığına yoxluğu eyni şeydir. Yəni, əlavə ikinci mübtəda demək deyil. Sabahla onu ikinci mübtəda götürüb bizi biabır eləmir. Fikrim çatdı mı? Hə, hardan bilir mübtəda əlavəsini? Çünki bu Xədicə mübtədadır. Amma yox. Cümlə belə olsa ki, Xədicə, Saxur qızı evə gedəndə, düzdür, rastlaşdıq. Yenə cümləni təhlil edirik. Bəli, mən bilirəm, aranızda eləsi var ki, rastlaşdıq. Kim deyib, Xədicə deyib mübtəda götürə bilir, amma bu belə deyil. Rastlaşdıq kim? Biz. Nə zaman rastlaşdıq? Xədicə, yəni Saxur qızı evə gedəndə. Baxdım ki, bu mübtəda deyil, feili bağlama tərkibidir. Bu da onun asıl tərəfidir. Deməli, bu əlavə nəyin əlavəsidir? Feili bağlama tərkibinin asıl tərəfinin əlavəsi. Bu qədər sadə. Bu ismi birləşmələrdə də ola bilər, feili birləşmələrdə də ola bilər. Fikrim çatdı mı? Məsələn, deyirsən ki, lamiyənin, kasıbın, dəftəri itib. Nə edib? İtib nə? Lamiyənin dəftəri. Gəllik. Tirədən qabaq gəllik hal varsa, əksər hallarda üçüncü cümlənin az tərəfi olur. Bəzən feili birləşmə də formalaşdıra bilər. Amma farklı ki, belədir. Yəni, işimizin adı nədir? Cümləni sintaksik təhlil eləmir. O yox, o deyir, o cəlləbatlı kimi deyir. Elə ki, onu bir dəfə gördüm, getdi ömrümün axırına kimi. Axı, bizdə axıra kimi oxumurlar. Əvvəlini oxudaq, qutar deyir. Sonra, buyurun, təşəkkür edirəm. Hə, deyil. Hə, xüsusiləşmədən danışaq. Xüsusiləşmə nədir? Qulaq asın. Xüsusiləşmə nədir? Xüsusiləşmədir. Bax. Hə. Məsələn, biz cümlə özlərimiz var da. Cümlə özlərinə görə sual veririk, tapırıq və s. və ilə axır. Amma bəzən elə situasiyalar yaranır ki, orada biz faktiki bilmirik ki, neyini? Çünki, məsələn, mübtədanın sualını bilirik, tamamlığın sualını bilirik, zərfliyin sualını bilirik. Elə vəziyyət yaranır ki, baxırıq ki, orada nə eləmək istəyən? O sənin üstünə vurursa, altında oturmadı, değil mi? Hə, yaş, yerdən otur. Deməli, suallar yaranmır. Məsələn, bu hansı situasiyada yaranır? Birinci vəziyyət. Bu vardı, yazda gəlib demiş, Sapilüsdə aynı olan tabili mürəkkəb cümlələr. Ay Allah, ay. Siz Bakıdan marşrutdan bilmirsiniz? Yox. Mehribanlaşa bilmirsiniz? Hə. Mən də bir dəqiqə, bu kondisioner üzərində burada 2 nəfərin yeri olmur. Mən onu söndürəcəm, buradan boğanaqdan bir təhər olacaqlar. Bu saat. Aha. Əla. Əsas xalqımızın rahatlığıdır. Hə, məsələn, bax birinci cümlə. Üzr istəyirəm.
Mən videoları kəsmirəm axı. Yəni belə şeylərlə mən məşğulam indi. Deməli, dədə-babanız konserini görmüşdü. Məsələn deyirsən ki, Əhməd, yəni sizin adınızı bura yazmadım da, yaxşı deyildi. Çox oxsa da heç nə anlamır. Anlamır. Düzdürmü? Bu bizim qarşılaşma həqiqət tabiri mürəkkəb cümləmiz idi də. Safir ustadan bunu baxırdı. Və demişdi ki, bu tipli vəziyyətlər baxmayaraq sözün köməyi ilə sadələşir. Məsələn, deyirsən ki, çox oxumasına baxmayaraq, bax bu məşhur baxmayaraq sözü. Baxmayaraq, hətta buradan sonra vergül qoyuruq. Əhməd heç nə anlamır. Əhməd heç nə anlamır. Aydın, Əhməd heç nə anlamır. İndi burada, aha, gəldi, gəl. Çəkiliş desən. Çəkilişdə düşürsən. Çəkiliş. Deməli, çox olmasına baxmayaraq Əhməd heç nə bilmir. İndi bu feili bağlamadır da, düzdürmü? Araqdır. Feili bağlama özünü öldürsələr anda zəfli olar da, düzdür? Bunu da anladıq. Hə, zəfli olur. İndi məsələ nədir burada? Mən bunu nə zəfli görüm? Tərz olmur. Nə bilim, zaman deyil, səbəb deyil, şey deyil. Və nə götürüb bu zaman ortaya çıxır xüsusiləşmələr. Bu xüsusiləşmiş qarşılıq güzəş zəfliyidir. Baxmayaraq sözünü. Harada görsəz, gözünüzü yumursuz, özündən sonra vergülünü atırsınız, altına zəfli işarəsini çəkirsiniz və səlam. Çox oxumasına baxmayaraq. Aydındır. Və yaxud, qarşılıq güzəş zəfliyi. Və yaxud, fərqli olaraq söz. Məsələn, deyirsən ki, səndən fərqli olaraq mən gecə-gündüz dərs oxuyuram. Gecə-gündüz oxuyuram. İnanan daşa dönsün. Oxuyuram. Bax, yenə həmən o. Fərqli olaraq. Xüsusiləşmə. Hər zaman vergül işləmir. Ya, əsasən vergül işləridir. Xüsusiləşmə budur. Elə bir qeyri-adi bir şey deyil. Baxmayaraq, fərqli olaraq sözləridir. Şərti ilə, bu şərtli ilə, o şərt, filan şey şərti ilə. Bu tipli məsələlərdir. Elə çox böyük bir şey deyil. Hər zaman deyirik ki, tərkib yarar. Yaratmaya bilər. Bəlkə bir söz. Hə. Sonra. Başqa. Orada səndən fərqli olaraq zəf yollarda tərz edəcək. Qarşılıq güzəşdir. Hə. Sonra. Başqa sualınız. Varsa verin. Həmişə qarşılıq güzəş. Əsas, şərt zəfli də ola bilərdi. Şərti ilə sözü ilə. Hə. Buyurun. Qarşılıq yabancıq düzəltmə olur. Mürəkkəb də ola bilər də. Məsələn, fikirləşək, bir dənə mürəkkəb feil götürək, ış şəkilsini artıraq. Götürün də. Mürəkkəb ola bilərdi. Bir də tepsidə yazan bir mürəkkəb feil götürün. Götürün, məsələn, bir dənə ış şəkilsi artırın. Olar bilər. Bu dəqiqə mən də ağlıma gəlir. Hə? Deyib gülüşmək olar, məsələn, belə bir... Gülüşə, həmçin, hə. Sonra. Hə. Niyə olmur? Niyə olmur? İki dənə təkrarlanan xəbər yoxdur. Vergül qoymuşsan, tabisi əlaqəsi var. Zindana aparım, bu da sənsin idarə əlaqəsi. Hə. Mən demərəm ki, həmdüz sayılır. Mən nə götürüm mən orada? Bir şey götürməliyəm də. Bəli. Sonra. Niyə bağlamır? Bağlaya bilər. İsə bağlayıcısını biz adətən, səssiz. İsə bağlayıcısını adətən biz tabisi mürəkkəb cümlədə görürük. Məsələn, deyirsən ki, Aysun etiraz edir. Aha. Etiraz edir. Ülkər isə heç nə demir. Oy. Heç nə demir. Hə, biz demişik ki, buradakı isə bağlayıcı. İsədən biraz ehtiyatlı olun. Bilirsiniz niyə? Çünki normalda biz öyrəşmişik ki, bağlayıcı bağladığı tərəflərin arasında işlənsin. Amma bu isə bağlayıcısına baxın haradadır? Tərəflərin arasında yox, ikinci tərəfin içində. Görürsünüz? Bax, ehtiyatlı olun. Məsələn, bəzən bunu qısaltma formasında verirlər, ülkərsə. Elə bilir ki, hə, bu intonasiyana bağlanıb, ancaq deyil. Bu, yeganə qarşılaşma bağlayıcısıdır ki, qarşılaşdırdığı tərəflərin arasında yox, ikinci tərkib hissənin içində olur.
Həm düzü deyil bu, mürəkkəb cümlə. Çünki gəlirəm də, nə? Mövzuya girim də. Hə, həm düzü olanda isə, indi burada ülkəri məsələn, mübtədanı çıxardaq da başqa şeylər. Deyirsən ki, mən evdə oxuyuram. Evdə oxuyuram, məktəbdə isə dincəlirəm. Məktəbdə isə dincəlirəm. Sadə cümlə oldu. Yer tapa bilsən, buyur otur. İndi bu niyə sadə oldu? Görürsünüz. Sonra bir də bu isə bağlayıcısını biz nə bağlayıcısı bilirik? Qarşılaşdırma bağlayıcısı. Və adətən deyirik ki, qarşılaşdırma haqqında tabisi mürəkkəb cümlədir. Olmaya da bilir. Yəni cümlədə isə bağlayıcısı olar, amma o qarşılaşdırma yaratmaz. Məsələn, bu necə ola bilər? Bax, diqqət edin. Diqqət, testə düşə bilər. Düşə bilər ki, hansı cümlədə qarşılaşma bağlayıcısı qarşılaşma məzmunu yaratmayıb. Məsələn, bax, fikir verin. Deyirəm ki, müəllim danışır, düzdürmü? Uşaqlar isə qulaq asır. Bax, fikir ver. Uşaqlar, qarşılaşma məzmunu var. Ay, sağ ol, zaman haqqında tabisi mürəkkəb cümlə. Deməli, heç də qarşılaşdırma bağlayıcısı işlənməsi cümləni qarşılaşdırma haqqında tabisi mürəkkəb cümlə eləmir. Yəni, məzmun formalaşmadığı üçün mən orada qarşılaşdırma haqqında tabisi mürəkkəb cümlə demirəm. Təbii ki, bu nədir? Zaman haqqında tabisi mürəkkəb cümlə. Ona görə belə şeylərdən biraz ehtiyatlı olmaq lazımdır. Yəni, Azərbaycan dilinin ən görkəmli tərəflərindən biri də orada inkarı-inkarıdır. Yəni, hər şey qaydasında olsaydı biz nətər pul qazanardıq? Aydın. Sonra? Bəli. Var. Həmiz xəbərdə götürdü, qoydu. M ədatı. Bax, M ədatı əgər bağlayıcı vasitədirsə, ancaq və ancaq bu versiyada ola bilər. Yəni, budaq nə olmalıdır? Əvvəldə gəlməlidir. Aydındır. Əgər bu versiyada M ədatı görürsənsə, o bağlayıcı vasitə deyil. Sadəcə sual ədatıdır. Aydındır mı? Yəni, ilk bunu yadda saxlayaq. M-nın bağlayıcı vasitə olduğunu iddia edirəmsə, o nədə işlənməlidir? Budaq cümlədə işlənməlidir. Və işlənəndə də çox rahat. Onun yazıldığı xəbəri and-əndəyə çevirmək lazımdır. Yox, ehtiyac yoxdur. Niyə özümü yoruram? Mənə vaxt qazanmaq lazımdır. Zaten orada imtihanda sizin savadı seçmə lazım deyil. Bacarığınız lazımdır. Valla. Yaz, get. Bu qədər sadə. Aydındır. Hə, məsələn deyirsən ki, məsələn, Nəzifə deyir ki, içəri girdin mi, salam ver. Yəni, bunu sadələşəndə nə olur? İçəri girəndə salam ver. Subliminal mesajlar borcumuzdur bizim. Hə, nə zaman salam ver? İçəri girəndə. Fikrim çatdı? Yazda qala. Yəni, M-nı əgər qabağındakı and-ən də çevirə bilirsən, deməli, budaq əvvəl gəlib və o bağlayıcı vasitədir. Yox, çevirə bilmirəmsə, baş əvvəl gəlib, deməli, bağlayıcı vasitə deyil. Məsələn, deyirsən ki, Xırda xanımın hər 1-4 mənə yazdığı bilirsinizmi? Vergül, gecikirəm. Bu bağlayıcı vasitə deyil. Bilirəndə gecikirəm olmur. Və yaxud da mən bura bir dənə 2 bağlayıcısı urcah eləyə bilərəm. Urcah eləyə bilirəmsə, baş cümlə əvvəl gəlir. Və bu həmişə ödür. 2-ni urcah eləmək, baş cümlə əvvəl gəlir. Da orada biz səni bura urcah eləyəni söymürük. Çünki uruz gəlir. Hə? Buyurun. Cümlədə dediyi içeri bölünür, biri buraxılmış, üzvü yerində. 3 yerə. 300. Ha, niyə eləmirəm? Niyə eləmirəm? İşimin adı nədir mən? Budaq cümlənin tipləridir. Kanalda var. Yəni o kanalda heç kimə gizli, yəni belə gizli olan bir video yoxdur. Gizli video yoxdur. Orada hamısı açıqdır. Yəni pulla zadla satmırıq onları. Girin izləyin. Niyə sən dərdlisən cici? Baxaq. Deməli, budaq cümlə, baş cümlədəki əvəzli qəlbin yerinə və buraxılmış üzvün yerinə. Deyirsən ki, bax, Akif mənə dedi ki, düzdürmü, özümü yormuram, vergülə qədər oxuyuram, sual veririm. Nəyi? Yarandı nəyi sualı, düzdür?
Bu nəyin sualına cavab verən alternativ bu baş cümlədə var. 3 sözdən burada nəyin sualına cavab verəni var. Deməli, bu olur buraxılmışız. Aydındır. Deyirsən ki, o da bilindi ki, sual yaranır. Hə? Nə? Bu sualın cavabı baş cümlədə var. O, yes. Deməli, bu oldu əvəzli qəlbin yerinə işləmiş bu da cümlə. Yox, o sadələşməyən var, əgər hər cəhmə adam. Onlara deyirlər, baş cümlənin o məzmunla bağlı olan bu da cümlə. Başa düşdünüz? Yəni, burada özü yorumlara bir ehtiyac yoxdur. Vergülə qədər ki, hissəni oxursan. Yaranan sualın cavabı baş cümlədə varsa, buna deyirik əvəzli qəlblə ifadə olunmuş. Yox, yoxdursa, buna deyirik buraxılmışız. Buyurun. Sonra? Naminəsi dəqiqə durdu. Mən təsirli çaldım. O qədər yaxından. Hə? Təsirli çaldım. Təsirli çalın ismi xəbərin əlaqəsi bir dənə nümunədədir də. Məsələn, aha. Buyurun. Hə, bir dənə sözdədir. Məsələn, deyirsən ki, mən sənə taxıl borcluyam, pul borcluyam, nəsə? Borcluyam. Hə, nəyi taxılı? İsmi xəbər, qeyri-mən təsirli çalınla əlaqələnmə. Olur. Qeyri-mən təsirli çalıb demişik ki, adətən feilin yanında gəlir də. Xəbərin yox, ha? Feilin. Hə. Feilin yanında gəl, amma onun yanında gəlməyə də bilər. Aydındır. Məsələn, çoxumuzun bu dəqiqədə bəla və söyüş kimi qəbul elədiyimiz. Deyirsən ki, testlərə vardı bu cümlə. Bir dəvətnamədə sənə yazmışam. Düz, üzdə belə deyirsən ki, əcəb eləmişsən, əla eləmişsən. Belə deyirsən. O səhnə arxası var onda. Mən nahardan salam verirəm. Yəni, qeyri-müəyyən təsirli kağız normalda feilin yanında gəlməlidir. Yenə deyirəm, xəbərin yox, feilin yanında gəlməlidir. Amma gəlməyə də bilər. Məsələn, bu vəziyyət var. Bax, biz adətən öyrəşmədiyimiz vəziyyət, qeyri-müəyyən təsirli kağızın feilin yanına arasına söz girməsi. Bir də bu, qoşma ilə aidolluğun söz arasında da ola bilər. Məsələn, deyirsən ki, səndən, əslində bunlar biraz problemli, amma belə də bilir. Səndən 2 il əvvəl. 2 il əvvəl. Görürsünüz, qoşma ilə qoşulu söz arasında söz girə bilər. Bu da mümkündür. Aydındır. Bəli, tabirin rəqət cümlələ sadələşmiş formasını əgər bizdən tapmağınızı istənir. Təsvirlənməyən feil olmalıdır orada. Bu qədər sarı. Təbii ki, xitab yox. Yəni, əgər hansısa bir cümlənin tərkibində təsvirlənməyən feil və ya onun yaratdığı tərkib cümlə özüdürsə, hansısa tabili mürəkkəb cümlənin sadələşməsidir. Bunun üçün tabili mürəkkəb cümlə videosuna baxa bilərsiniz. Buyurun. Sual verəcəksən, sual. Kim üçün, nə üçün sual? Tamlığın sualıdır. Məsələn, deyirsən ki, bax, deyirsən ki, mən bura şikayət üçün gəlmişəm. Səbirli ol. Şikayət üçün gəlmişəm. Şikayət etmək üçün. Görürsən, şikayətə görə, şikayət etməyə görə. Görürsün, nə əfsən formaya sala bilirsən. Aydındır, bu olur məqsəd zəfliyi. Məqsəd. Hə? Amma, məsələn, deyirsən ki, hədiyyəni sənin üçün almışam. Hədiyyəni sənin üçün almışam. Mən bu zəngimseli sənə görə qoymuşam. Almışam. Bu isə tamlıqdır. Kim üçün? Sənin. Tamlıqdır. Məqsəd deyil. Aidlik, yəni bu hədiyyə sənindir. Amma mən şikayətinəm demirik də, bu hədiyyə sənindir. Aidlik, aid, buna aid. Şəkilçinin həm leksik, həm qrammatik mənası. Leksik mənası nə olur şəkilçinin? Bu arada artıq bu açıqlamanı dilçi institutundan göndərəcək. Bizdə burada şəkilçinin leksik mənası tapılar. Buyurun. Aha. O şəkilçi olur onda. Yox, məsələn, ar şəkilçisi. İndi qırada ar namus mənasındadır. O deməkdir ki, ar şəkilçinin leksik mənası var. Bu nə yanaşmadır? Hə. Sonra. Əmr və xəbər şəklində. Hə.
Vuruğu hardasa zaman oldu. Yəni burada özümüzü yormağımıza bir ehtiyac yoxdur. Məsələn, itirdi. Düzdürmü? İtirdi. Məsələn, bir vurğu burada, bir vurğu burada. Buna sual vermək lazımdır. Deyirsən ki, Aysun kitabı itirdi. Nə etdi? Düzdür? Bax, nə etdi? Nə qalıb burada? Di. Bax, deməli zaman budur. Məsələn, Aysun buradan itirdi. Nə edirdi? Nə edirdi? Görsən, indi bax. Zaman. Məsələ budur. Bu bir ikincidəki, yəni bunun ən bəsit yolu budur ki, vurğu hardasa zaman olur. İndi bu iki zamanda düşünülə bilərdir. İndi əmr şəklində olanda, məsələn, əmr xəbər şəklində. Deyirsən ki, yoxladın. Düzdür? Sözün kökü yoxla. İndi bu əmr şəklində belə olur. Yoxlatın. Zaten mən bir şeyi əmr edirəmsə, əmr şəklinin qeyri-adi özəllikləri var. Ha? Məsələn, əmr şəklinin özəllikləri nədir? Bir, şəxs sonluqları ayrıdır. Və əmr şəklində şəxs sonluğu vurğuludur. Maraqlı. Görürsünüz? Biz normalda deyirik ki, şəxs sonluqları vurğu qəbul eləmir. Əmr şəklində şəxs sonluqları vurğuludur. Yəni, testdə düşsə ki, şəxs sonluqları iki dünya bir olsa da, nə bilim, vurğu qəbul eləmir, demə necə fikir olacaq? Yanlış fikir olacaq. Məsələn, deyirsən ki, bəyimlisə məktəbi bitirsin. Aha, vurğu. Əmr eləyirəm axı. Bir amiranəlik. Bax, vurğu orada olmalı. Bir dənə icazə versən. İcazə versin. Yoxladın. Hə. Yox, ay, mən niyə elə dedim? Elə dedim, hə. Bağışlayın. Hə, bu, şurada keçmiş zaman olsa üzüm ayağınızın altında. Daha kəsmirəm, ha, yəni. Hə, yoxladın. Şurada keçmiş zaman olsa, hə, vurğu burada. Ne etdin? Yoxladın. Şurada keçmiş zaman. Gedin bunu yoxladın, hə, onda vurğu yoxladın. Mən o hansı sözlə qarışdırdım, hə? Mən onu bununla qarışdırdım. Baxın. Yadıma düşdü. Yoxladım. Bununla qarışdırdım. Birinci şəxsdə yenə də baba yoxladım. Birinci hara fırasan vurğu buradadır. Yəni şurada keçmiş zamanda olsa vurğu buradadır. Mən yoxladım. Bunu gərək mən yoxladım. Bir də mən dünən bunu yoxladım. Sonra. Başqa? Hə, vurğusu fərqlənə bilər, birinci şəxsdə yox. Yoxladın. Gedin bunu yoxladın. Ladın. La. Hə, başqa sual. Bir dənə yox, xalqın başqa. Buyur. Biri istəyirdi, qabağında amma məstər tərcih. Bir yerdə götürülür də. O istəyirdən başqa hansı sözləri görəndə? Başlamaq, çalışmaq filan. Başlamaq, Hə, çalışmaq. olmaq da həmçinin. Yəni, o belə bir şeydir. Məsələn, deyirik ki, o hər gün tezdən nə edir? Məktəbə getmək istəyir. Məsələn, burada məstər var, cümlədə var, amma o tərkib yaratmıyor. Aydınım. Yəni, məstər özündən sonra çalışmaq, istəmək, olmaq, bunlarlansa, demək, tərkib yaratmıyor. Getmək istəyir. Kim? O. Hara? Məktəbə. Nə zaman? Everyday, nə bilim, morning. Səhər tezdən. Hə. Sonra? O da hər gün tezdən götürür. Nə təklif edirsən? Nə təklif edirsən? Sonra? Buyurun. Mübtəda tamamlıq həm eyni birləşməyə, həm də xəbərlə əlaqələnsək. Çünki Mübtəda, ancaq mübtəda müstəqildir. Axı, mübtəda heç asıl olmaz axı, düzdür? Sən deyirsən ki, necə, hə, buna cavab verməyim. orada getmək istəyirəm. Feil? Hə, yox. Niyə ki? Mürəkkəb feil kimi özünü aparır, amma elə deyil də. Deyirsən ki, Nicar evə gedəndə, düzdürmü? Onu gördüm. Bax, onu gördüm olsa, Nicar mübtəda deyil də. Niyə? Çünki xəbərlə əlaqələnmir. Amma xəbərlə əlaqələnirsə, gördüm. Axı, mübtəda heç vaxt asıl komponent olmaz axı. Ağzına mübtəda deyirsən bunu. Deməli, bu əlaqələnmə artıq nə olursa olsun, bunu nə edir? Müstəqil mübtəda edir. Hə, tamamlıq olanda isə, məsələn, baxırsan ki, eyni məzmundan həm tərkibə bağlanır, həm xəbərə bağlanır, onda qat tərkibə geçsin. Sonra?
Buyurun. Burada da qoşulma sözü ifadə olunur. Niye olmur? Kimi koşması? O kinoda var bir kakti apazor et naşi respubliki. Sen ve senin kimler bizim ülkemizi biabır edir. Senin kimler? Ha bu. Bəli. Ha. Buyurun. Hani naz eləyəcəklər. Gəlin fiş yataq. Ay müəllim, o bir də Ya səndədir, ya məndə, halva çörəkdəndir də. Hə. Ay müəllim, biraz sorayım. O bizdən Raftrans, bir də hansı 3 dənə sözü birləşib onu nəsə götürür deyə o yadından çıxır. Paleo, Paleo. anti, yəni onun lüğətə baxmaq olur da. Hə, anti, bir də imum. Sonra Bu cümlənin qrammatik əsası var idi mənim. Doğruluğu olursa. Orada mənim hə. əgər mübtəda buraxılıbsa, biz yenə əgər bizdən xəbər varsa deyirik mi cümlənin qrammatik əsası var, mərkəz cümlə. Mürəkkəb cümlədirsə, istəyir orada mübtəda buraxılsın, istəyir mübtədaya onun iş verilsin. Həbs olunsun. Maraqlı deyil. Əgər cümlə mürəkkəbsə, ən az 2 qrammatik əsası var. Siz niyə qrammatik əsas deyən kimi gedirsiniz şey axtarmağa, mübtəda xəbər axtarmağa? Bəs sadə cümlə. Deyirsiniz ki, bugün toy var. Mən gələcəm orada, məsələn, orada bəy gəlin gördüm. Bəlkə bəyin işi var, bir 10 dəqiqəlik çıxıb. Nə dəxli var bunun? Mən toylar tanıyıram ki, məsələn, bəy ölkədə deyil. Gəlinə bura toy eləyirlər, o da oradan video formata qoşulur. Süqtardır. Hə, yəni demək istəyirəm ki, qrammatik əsas, illa mən orada mübtədana xəbəri götürüm, sonra oturum, başlayım ki, hə, burada qrammatik əsas, belə bir şey yoxdur. Məsələn, deyirsən ki, gəldim, istidəndir, hərflər də məndə belə olur. Hə, gəldim, vergül, görüşdük. Hə, 2 dənə xəbər var, hərəsi özlərinə görə mübtəda ilə işlənib də, qutardı, getdi də. Deməli ki, qrammatik əsas var da. Yox, mən gərək mübtəda orada olsun. Nə çıxır, şəxsiz cümlədə qrammatik əsas yoxdur. Bu bir, ikincə, niyə qrammatik əsas deyən kimi ağınıza gəlib mübtəda xəbər tapmaq gəlir ki, mən başa düşəmirəm. Mən həmçin xəbər sadə cümlədə. 2 dənə xəbər var. Orada bir qrammatik əsas var. Yaxşısan. Əlbəttə ki. 10 dənə xəbər olsun, həmcins olsun, bir qrammatik əsas deməkdir. Çünki bir dənə mübtəda var. Sonra. Yəni, fizioloji birləşmələrlə məcazi mənalı feillər. Hə, məcazi mənalı feil, olet bilqinlə məcazi mənalı feil. Yox, Frazoloji birləşmə o deməkdir ki, dildə hazır şəkildədir və mən onu bir sözdən əvəz edə bilirəm əsasən. Hə, o amma məcazi mənalı feil o deməkdir ki, feil təkcə məcazidir. Məsələn, deyirik, Heydər oğlum, mərd igidlər doğginə. Dağ doğa bilməz, təbii ki. Amma söhbət dağdan gedir. Bir dənə orada doğmaq məcazi mənadır. Bu frazoloji birləşmə deyil. Məsələn, deyirsən ki, külək yağdı. Hə, söhbət küləkdən gedir də. Necə ki, bax, burada çayın qolu ifadəsində çay həmin mənadır. Bir dənə qol məcaziləşib. Düzdürmü? Burada da külək həmən küləkdir. Bir dənə bu məcaziləşib. Amma cin atına minmək, bəli. Nədir Müslüman? Məsələn, bir cümlədə yanaşı mübtədalar var, amma Nə var? Yanaşı mübtədalar, hə. Amma sualları fərqlidir. Olsun da. Bəli, niyə götürmürük? Özə niyə götürmürük? Hə, niyə? Axı demişik eyni. Kim deyib onu? Yox. Niyə axı demişik deyənə məni də ora qatırsınız? Mən öyle söz deməmişəm axı. Bircə dəqiqə. Yazıram ki, məsələn, Əli, düzdürmü? Əli və pişik, Əli və pişik evə gedirlər, düzdür? Evə gedirlər. İndi bu kim sualına cavab verir? Bu da nə sualına cavab verir? Özdə kim deyib ki, mübtədələrə fərqli suala cavab versə həmcins deyil. Bu fikir aiddir tamamlıq və zəfliyə. Amma söhbət hansı sualdan gedir? Siz eyni morfoloji sualı mala qatmayın. Kimi, nəyi, haranı eyni sual deməkdir. Kimi, kimə olmaz. Məsələn, deyirsən ki, səndən yar, sənə yar şikayətim var. Səndən sənə şikayətim var. Səndən yar, sənə yar. Var da, var istedadım. Arxamca düşmə, həmdə xala kimi qoyma. Səndən sənə şikayətim var. Hə, var, nə var şikayətim? Kimə? Sənə, kimdən? Səndən.
İki dənə tamamlıq. Bəli, bax bu çıxışlıq halı tamamlıqdır. Bu görünür ki, onda bu həmzis deyil. Zərfliyi məlumat. O da həmçinin müxtəlif məna növləndirici həmzis deyil. Aydındırmı? Biz eyni sual deyəndə sintaktik sualdan danışmışıq. Morfoloji sualdan yox. Özdə biz demişik ki, kim deyil? Hə? Feillər də fərqli zamanda olur. Bəli, fərqli zaman həmzis götürürlər. Hətta o da biraz mübahisəlidir, amma ürəyinizi sıxmayın. Siz nəyi bölə bilmirsiniz, deyin sizə kalkulyator verin. Hə, Bəli, deyir ki, onu yenə deyirik ki, bala, öz adıma danış. Bəlkə mən deməmişəm orada, hə, buyur. onun xoşu gəlirdi, mürəkkəb xəbərdir, deyil mi? Kim deyib? Görürsən, kim deyib onu? Niyə feili xəbərə mən mürəkkəb deyim, ağılı bala, niyə feili xəbərə mürəkkəb deyim, mən? Niyə də... Xoşu gəlirdi, fizioloji birləşmədə. Mən siz ki, bir şey demişdik ya. Demişdik mi? Evet. Allah, bu qədər. Ağlı bala. Birincisi, bunu yadına saxla ki, feili xəbər sadə olur. Aydındır, feili xəbər sadə olur. Bu birinci, səssiz. Bu birinci məsələ. İkinci məsələ isə frazoloji birləşmələr, tərkib, yəni frazoloji tərkib əmələ gətirir. Biz ona yenə də mürəkkəb xəbər demirik. Onda mənim ondan xoşum gəlmir. Cümləsi bütövlükdə xəbər götürdük, amma sadə deyilik ona görə. Sadə xəbər. Bəli, sadə ol, sadə. Ay dədə vay, nənə vay. O artıq orada o ham mövqeyini filan itiribdi, eləməyin. Hə. Sonra. Sadəcə orada fizoloji birləşmədən söz edirəm. Nə deyirsən bəyəmirsən? Deyirəm ki, Hə. fizoloji birləşmənin özü mürəkkəb olur da sadəcə. Frazi birləşmənin özü bir mürəkkəb leksik vahid kimi, feil kimi hesablayın. Hə. Sonra eyni şeydir. Sintaktik, vəzifə, funksiya eyni şeydir. Baxın, sintaktik vəzifə deyəndə yenə qrammatik əsasən bizim xalqımız geri mübtədə xəbər su götürüm özümə. Nəsə elə birini götürdüm. Təsisat filan. Hə. Mürəkkəb qayıtmışam. Hə. Sual nə idi istəyirəm? Hə. Necə? Sintaktik vəzifə. Xalqımız sintaktik vəzifə deyən kimi elə bilir ki, bu cümlə özvüdür. Elə bir şey deyil. Cümlə özvü demək deyil sintaktik. Yəni cümlə özvü deməkdir, amma yeganə olaraq o demək deyil. Xitabda sintaktik vəzifədir və ya funksiyadır. Ara sözdə sintaktik vəzifə və ya funksiyadır. Hətta biz bağlayıcını keçənə demirdik, bağlayıcılar sintaktik funksiyasına görə iki yerə bölünür, tabirlik, tabesizlik. Bax, burada bunu demərsiniz, biz demişdik ki. Amma mən olmayan şey biz demişdik ki. Hə. Davam elə. Buyurun. Biz əgər təkrarlanan sözləri həm də sayılırsa, niyə onları tabirsin gəlməsini Bu şeyə oxşaydı. Deyir ki, niyə yapon kleyi ən möhkəm yapışdırıcısa, niyə öz qabın içinə ki yapışdırmır? Yəni olduğu qabın içini yapışdırmır. Ay bala, bu elmdir. Burada o qədər şeylər var ki, bax, mən o niyə sualına cavab vermək üçün yaradılmamışam. Mən sizə MİQ imtahanına qədər köməkli. Siz 4 il universitetdə bu sualları verib, gəlib mənim kimi adi bir repeaterə bu sualı verirsinizsə, nədir valla? Verərdiniz o universitetdə, onlar isə açardılar, tökərdilər bütün arxivi tarixi ki, bəs bu niyə belə? Rusiyyət olmalı danışırlar. Rusiyyət mi? Hə. Necə də gözəlsən, bir də sən də gözəlsən. Buradakılar bu iki cümlədəki dairəni təkcə götürüyor. Necə də gözəlsən, bütöv ədatdır. Sual. Hə, sən də gözəlsən də ədat yox. Bu şeydə bağlayıcı. Bağlayıcı. Sən də gözəlsən. Bağlayıcıdır. Sən də gözəlsən, sən də. Yəni Əli də gözəldir, sən də gözəlsən, bağlayıcıdır. Amma necə dənib kökəlir. Bəli, qüvvətlendirici ədat. Hə, Orada mürəkkəb. nə təklif edirsən ki? Nə təklif edirsən? Hə. Tamam. Suallarınız. Hə. Necə? Hə. Yoxdur suallarınız. Bu yazının növləri ikili yazı, şəkli yazı, şəkli. Onu izah edeyim. Hə. Bax, abala. Bunu belə yadda saxladı. Əşyavi yazı, bax. Bildi mi? Yox, onu bilməklə deyil ki, oradan gəlməlidir. Mən sənə deməm ki, onu bilmirsən. Bax, əşyavi fərz elək ki, bax, bizim belə bir əşyamız var. İndi, məsələn, atıramda belə bir əşyadır. Aydındır, bu əşyanın faktik olaraq özüdür, düzdürmü? Bu oldu əşyavi yazı. Əşyavi yazı, yəni əşyanın özü orada olmalıdır. Fərqi yoxdur. Bu bir əllə tutula bilən əşyadır və yaxud. Fərqi yoxdur. Əşyanın özü, maket, qurğu filan.
Fikrim çatdı. Məsələn, belə deyə loru bir şey. Həyətdə maşın açdım balkonu, gördün həyətdə maşın var, gördün ki, həyətdə maşın var. Deməli orada maşın var. Əşya. Yəni o əşyanı orada gördün. Bir də var, şəkli yazı. İndi şəkli yazıda həmən o maşının özü yox, əşyanın özü yox, onun şəkli var. Fərq var budur. Yəni belə deyək də, elə bir ki, necə izah elimi? Deyək ki, sən bir şey düzəltmirsən, belə ürək formasında, rəfiqənə göndərirsən və yaxud onun şəklini çəkib rəfiqənə, yəni eyni şey göndərmiş oldu. Fikrim çatdı mı? Yəni ötürülən informasiyadan danışıram, ha? Təbii ki, biri əşyadır, biri onun şəklidir. Ötürülən informasiyadan danışıram. Yəni bunların mahiyyəti eynidir. Yəni belə deyək də, hay gəlinlik mağazasının qabağına gəlin maketi qoyulub, hay gəlinlik şəkilləri qoyulub. Sən eyni informasiyanı alırsan ki, burada gəlinlik donu satırlar. Fikrim çatdı. Yəqin ki, onu görən yerdə girib kimsə ayaqqabı axtarmır da. Fikrim çatdı, çörək almağa gedən onu, hə? Biz qayısı rəsmdən şəkli. Gəlirəm də, orada gəlir. Qayısı, kimdir, mübahisə zat deyil. Qayısı rəsmlər şəkil yazılardır. Heç bir fikir ifadə eləmir. Bəs içəridə orada var mı? Yəni şəkildə... Olub da, əbədi mi yaşamalıydı orada? Yox, gələcəm mi orasına? Bax, qulaq asın. Fikrimi çatdıra bildim. Ha, ayaqqabı dükanına girirsən ki, ayaqqabı alasın, hə? Ya vitrinə ayaqqabı yığıblar, ya da üstünə ayaqqabı şəkli çəkiblər. Eyni informasiya alırsın. Girib hər halda orada sendviç zakaz eləməyəcəksən. Sifariş, üzr istəyirəm. Sifariş. Aydındır. Fikrimi çatdıra bildim. Deməli, nə öyrəndim? Bunun eynidir. Şəkli yazı. Yəni, buna nə deyirlər? Pikto, düzdürmü? Qrafik yazı. Piktografik yazı. Səbirli ol, belə yadına saxla. Pikçə şəkildir, rafik də rafikdir də. Yəni, rafikin özü yox, rafikin şəklidir artıq burada. Aydındır. Hə, indi gəldik. Fikri yazı nədir? Hə, bax. İndi yenə bu həmən əşyanı burada çəkirəm. Bunu ayırım buradan. Bir də onun şəkli olanı çəkirəm. Düzdür? Düzdürmü? Bax, indi məsələ nədir? İndi məsələ budur ki, bizim bayaq ötürdüyümüz informasiya var deyə, indi dəyişilir. Yeni əşya həmən əşyadır. Şəkil də həmən şəkildir. Fikir ver. Məsələn, belə bir şey deyim sənə. Üzük almaq istəyirsən. Üzük almaq istəyirsən. Təbii girmirsən bazara, baxırsan ki, zərgərlik mağazasının vitrinində növbənöv üzüklər qoyulur. Məsələn, nəsə də mənim rəssamlıq qabiliyyətim bundan artıq deyil. Aydındır mı? Deməli, informasiya aldın ki, burada nə var? Üzük var. Bu, yəni üzükdən başqa bir şey düşünmədin ki, üzük. Deməli, bu nə oldu? Əşyəvi. Və yaxud yenə üzük almaq istəyirsən. Baxırsan vitrinə, baxırsan ki, bu mağazanın qabağında şəkil var və o şəkildə müxtəlif üzüklərin şəkilləri var. Düzdür? Yəni, bayaq bunu gördün, indi sadəcə bayaq əşya idisə, indi nə formada görürsən? İndi məsələn, nəsə bu formada görürsən. Eyni informasiyanı aldın, düzdür, oldu şəkil. Da əşyanın özü yox, onun şəkili var. Hə, indi bir də var ki, bu qoşa üzük, yəni üzük şəkli, orada deyil. Bir qızın barmağındadır. Bir qızın, məsələn, bu, özəlliklə sizə inandırırlar ki, bu barmaq ürəyə gedən şeyə yaxın olur da, nə tərdə inanıblar, imeni ora taxırlar. Dəxli yoxdur. Onu ona taxırlar, sağ daha çox istifadə olunan əldir deyə, düşüb, itməsin, çirklənməsin, nə bilim, nə, ona görə. Məntiqi budur. Yox, ürəkdən çıxan damar promoy bura gəlir. Yəni, başqa orqana yox, digər həyat, məsələn, böyrəyə, ağciyərə, həyatı orqana yox, məhz bura. Oy, məsələn, bəzən elə şeylə adam qarşısına çıxır. Primitiv məntiq. Nəsə, qulaq asın. Fikrim çatdı mı? İndi məsələn, bu niyə belə oldu? Baxın, yenə üzük şəkli, üzük. İndi baxın, mən bir xanımın barmağında, məsələn, bu xanımın barmağında, burada üzük var. Mən axı onu üzük satıcısı olaraq düşünmürəm ki. Və yaxud bu xanım üzük satır deyə düşünmürəm də. Elədir. Nə düşünürəm? Nişanlıdır. Yəni, üzük mənə tamamilə fərqli informasiya fikirləşmə məcbur edir. Fikrim çatdı mı? Oldu nə? Ayso, indi bax, bayaq ki əşya döndü oldu nə? Fikri yaz, həmən üzükdür də. Amma səni başqa şey, simvol olur, simvola çevrilir. Fikrim çatdı mı? Ayso, İsmail'in dediği kimi. İndi gəldik bura. Yenə üzük. Şadlıq evinin üstündə qoşuda üzük şəkli var. Aydındır. Birazdan asan xidmətdəsə o 200-ün bu forması olacaq. Boşanmalar. O da çıxacaq, görəsiniz.
Bax, yenə oldu nə? Fikri yazın. Fikri yazın. Fərqi çatdıra bildim? Nə demək istəyirəm? Yəni, şəkil və əşyəvi yazıda birə-bir, orada nə görürsünüzsə informasiya da odur. Amma bir yerdə simvollaşma varsa, simvol, qrafika varsa, işarə varsa, sxem varsa, fikir yazın. Ona görə yol hərəkət nişanları, fərq yoxdur. İşıqlı və yaxud o nişan şəklində olan, yerdə olanlar, hamısı, durğu işarələri, bəli, durğu işarələri, sintaktik işarələr, Allahın bir nöqtəsi belə Bəs qayısı rəsmlər işarələr. Onlar bəs. işarə deyil. Adamlar öz həyat tərzlərini onu formalaşdırırlar. Başa gəmisilər gəmi şəkli çəkiblər. Fikri yazı deyil. Fikri yazıda fikir ifadə olunmalıdır. İdeya olmalıdır, simvolizə olmalıdır. Qədim türkçə. Nəyinsə rəmzi olmalıdır. Hərfi yazılardır. Orxun Yeni Sabidəsi. Hə. Ideografi. Fikridir. Onların rəngləri də fikir yazıdır, özləri də. Bir də mənim testdə var idi, restoranın üstündə aşpaz şəkli, Hmm. ondan sonra qazandı. Şəkli olurdu. Şəkli. Çünki orada həqiqətən söhbət odur. Restoran simvoludur. Restoran simvolu çəngəl bıçaq. Çəngəl bıçaq Hə. var. Hə, amma həmən çəngəl bıçaq şəkli qab-qaşı dükanın üstündə olsa. Bəli, əhsən. Müəllim, hansı sözlər bizi həm tərz hərəkət zərfliyi, həm də kəmiyyət zərfliyi kimi düşündürə bilər? Hansı sözü? Vallahi, Hansı sözü? Yəni, belə söz, testdə, məsələn... Elə düşmür test. Elə sən testi elə anlamısan. Eyni bir söz necə olsun, həm kəmiyyət, həm şey. Yox, həm kəmiyyət... Bir də Yox, hansı sözlərdir ki, bizə baxardığımız zaman tərz hərəkət zərfliyi kimi gəlsin, amma cavab çıxsın kəmiyyət zərfliyi. Məsələn ki, test istəməyəlirəm. Test danışır. Tez-tez miqdar olmur. Ya tərz olur, ya zaman olur. Amerika kəşf eləmə. O dönə-dönə sözü deyir. Feili bağlamazsa tərzdir, zərfsə miqdardır. Bizdə də dönə-dönə. Yox, nə bilim o qədər ola bilər. Sual vermək lazımdır da, yəni. Testə baxmaq yox, oxusa taparıq. Sual vermək lazımdır. Şərtkə necə miqdar olur, ayqız? Miqdarla zaman qarışdırılır daha çox. Məsələn, bir dəfə sözü. Deyirsən ki, o məsələn, yazını bir dəfə yazdı. Neçə dəfə? Miqdardır. Babam bir dəfə bizə gəlmişdi. Zaman. Sual vermək lazımdır da. Sual. Heç indiyə kimi həqiqətən, bax, belə bir şey deyim, bax. İndiyə qədər, bax, bütün imtahanlarda, sınaqlarda filanda hələ ki olmayıb ki, sual özü sənə deyir ki, cavab məndə budur. Ciddi qulaq asırsınız, eləmi? Fikirləşib tapmaq lazımdır. Neçə dəqiqə oldu, Lamiyə? Məncə daha bəsdir. Belə, inşallah növbəti video. Deməli, siz də bizi tez-tez izləyin, bəyənin, fikirlərinizi bildirin, növbəti videolarda da görüşək, motivasiya edin və yazmayanla, şeyləməyənlə də ruhdan düşən video çəkmək istəmirəm. O videolar hamısı sizindir. Ay, vallahi sizindir. Belə, hələlik növbəti videolarda görüşərək, bütün imtahanlarda uğurlar, özünüzü qoruyun. Sizin də suallarınız olsa bu videonun altına yazın. Növbəti videolarda çalışaraq ki, onlara cavab verək. Hələlik.